2026-cı il elə bir ildir ki, bəzi qadın bürcləri üçün taleyin düyməsi sanki yenidən sıfırlanır. İllərdir yolunda getməyən hadisələr bir anda çözülməyə başlayır. İstədiyi sevgi, istədiyi həyat, istədiyi uğur nə varsa hamısı öz axarına düşür. Bu videoda 2026-cı ildə qisməti ən çox açılacaq qadın bürclərindən danışacağam. Kanala abunə ol. Videonun sonunda sənə bir sualım olacaq. Ona görə sona kimi gəl. Qız qadını. Qız qadınının taleyi 2026-cı ildə ən çox açılanlardan olacaq. Niyə? Çünki qız bürcü illərdir hər şey öz çiynində daşıyırdı, amma qarşılığını ala bilmirdi. 2026-cı il bunu dəyişir. Bu il qız qadını üçün sevgi enerjisi güclənir. Xüsusən ciddi münasibət və evlilik planları aktivləşir. İşdə gecikən yüksəliş nəhayət gəlir. Pul axını əvvəlki illərə nisbətən xeyli yaxşılaşır. Qız qadını üçün 2026-cı il görünən ildir. Sanki kainat deyir: səni artıq gizlətmirəm. Səhnəyə çıxma vaxtıdır. Xərçəng qadını. Xərçəng qadının qisməti 2026-cı ildə açılır. Xüsusən də sevgi sahəsində çox güclü dönüş başlayır. Bu il xərçəng qadını düşündüyündən daha sağlam münasibət qurur. Ailə enerjisi güclənir. Nişan, evlilik və ev dəyişmə mövzuları gündəmə gəlir. Özünü daha güclü və daha özünə inamlı hiss edir. Xərçəng qadını üçün 2026-cı il ürəyinin qorunduğu ildir. Bu bürc nəyi çox istəyirdisə, onu yaşamağa başlayır. Oxatan qadını. Oxatan qadını üçün 2026-cı il taleyin təkan verdiyi ildir. Bu bürcün ən böyük gücü pozitivlik və risk etməkdir. Və 2026-cı il bunu mükafatlandırır. Bu il oxatan qadını işdə gözlənilməz şanslarla qarşılaşır. Uzaqdan gələn xəbər, dəvət və ya dəyişiklik qismət qapılarını açır. Sevdiyi insanla münasibəti daha ciddi mərhələyə keçir. Oxatan qadının qisməti ani dönüş enerjisi ilə açılır. Sanki hər şey bir anda yoluna düşür və həyat sürət qazanır. Balıq qadını. Və gəlirik 2026-cı ildə ən güclü qismət açılışı yaşayan bürclərdən birinə, balıq qadınına. Bu bürcün qisməti 2026-da həm sevgi, həm pul, həm də ruhsal olaraq genişlənir. Bu il balıq qadını taleyində mühüm bir insanla tanış ola bilər. Sıxıntılı maliyyə dövrü geridə qalır. Özünü daha dərin tanıdığı və daha güclü hiss etdiyi bir mərhələyə keçir. Balıq qadınının 2026-sı keçmişini bağlayıb, yeni həyatın açıldığı bir il kimi yadda qalacaq. İndi isə sual: sən hansı bürcdənsən? Şərhlərə yaz. Bəlkə 2026 sənin də qismətini açır. Bu kimi videolar davam etsin istəyirsənsə, sadəcə izləməyin kifayətdir və gerisini bürclərin səsi həll edər. Bundan əlavə kanala abunə olmağı və bəyəni düyməsini sıxmağı unutmayın.